Li 9 yoxsa Lincoln Co 900? Seçim arasında qalmışam. Ən çox verilən sualdır müştərilər tərəfindən və həmişə mən suala sual olaraq qarşılığı müştəriyə deyirəm ki, ilk növbədə siz başa düşməlisiniz ki, bu iki avtomobildən görünüşü qoyuruq bir qırağı. Təbii ki, bu avtomobillər fərqli vaxtlarda istehsal olunub, fərqli illərdə. Texnologiya baxımından fərqli görünüşləri var. Ona görə bu seçim, belə deyim də, mənbəyi deyil. Əsas biz başa düşməliyik, funksional baxımdan hansı fərqlər var. Çünki Li 9 ilə, ümumiyyətlə Li nəslində olan avtomobillərlə Lincoln Co nəsli biraz fərqli sistemə malikdir. Li bizdə ardıcıl gibriddir. Var avtomobildə benzin mühərrik hansı ki, yalnız generator rolunu oynayır. Amma Lincoln Co 900-də isə paralel gibriddir. Orada mühərrik birbaşa təkərlərə bağlıdır. İlk sual yaranır ki, siz Bakıda şəhər içi çox maşın sürürsünüz, yoxsa rayona gedib gəlirsiniz? Çünki Li 9-u rayon olaraq biraz o ləzzəti ala bilmirik sürət baxımından. Lincoln Co 900-də isə biz istədiyimiz sürətlə, istədiyimiz ünvana benzin sayəsində rahat gedib gələ bilirik. Və ən gözəl təklifim odur ki, gəlin bunu bir content məqamında çəkək. Sizi maraqlandıran məqamları şərh bölməsində yazın. Biz hər həftə şərh bölməsindən bir şərit seçək və ona uyğun sizə video çəkək. Tam ətraflı bütün məlumatı verək.